3 sot yarım torpaq sahəsində Kubcalı 2 mərtəbə həyət evi satışa çıxıb. Zəhmət olmasa videoya sonadək baxın. Ev haqqında bütün məlumatlar video daxilində qeyd olunub. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ev qeyd etdiyim kimi 3 sot yarımda inşa olunub, 2 mərtəbə 4 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur. Sənədi Kubcadır, evin və torpağın. Həyətdə hovuzda inşa olunub, ağac və güllər də əkilib. Həyət qapısı jalüz qapıdır, yolu asfaltdır, yerləşmə yeri Xəzər rayon Binaatçılıq qəsəbəsidir. Mərkəzi yola da çox yaxın məsafədədir. Evdə də yaşayış olduğu üçün hər bir şəraiti var. Satış zamanı da əşyalar evdə qalacaq və yalnız elektronika evdən götürüləcək. Və burada evin küçəsi. Daxil olduq evə. Evdə də yaşayış olduğu üçün hər bir şəraiti var. Mətbəx və qonaq otağı ikisi birlikdə. Qeyd etdiyim kimi mərtəbə arası monolit betondur və orta hissədən də rigerlər atılıb. Bütün ev istop oldu. Satış zamanı da əşyaları evdə qalacaq və yalnız elektronika evdən götürüləcək. Və burada da birinci mərtəbəyə aid hamam və sanitar qovşağı. Qalxaq ikinci mərtəbəyə. Bura ikinci mərtəbənin dəhlizi. Dəhlizdən otaqlara paylanılır və sol tərəfdə sanitar qovşağı və hamama ayrı-ayrılıqda. Yeri də istop oldu. Dəhlizin sonunda solda bir yataq otağı. İkinci otaq. Bu yataq otağından da daxilində hamam və sanitar qovşağı var. Evin yerləşmə yeri Binaatçılıq qəsəbəsidir. Və buradan da eyvana çıxışı var. Satış zamanı da əşyalar evdə qalacaq, elektronika evdən götürüləcək. Və burada ikinci mərtəbənin 3-cü yataq otağı. Ev binaatçılıqda yerləşir. 3 sot yarımda 2 mərtəbə 4 otaqdan ibarətdir. Mərtəbə arası monolit betondur. Sənəd Kubcadır. Satış zamanında əşyalar evdə qalacaq. Qiymət 215.000 manat. Qiyməti yenidən qeyd edim, 215.000 manat. Bu və ya digər elanlar üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.